Salam. Agile nədir? Bu günə kimi biz məhsul yaratmada ənənəvi şəlalə metodundan istifadə edirdik. Şəlalə metodunda tələblər, requirementslər toplanırdı, sonra develop olunurdu, dizayn olunurdu, develop olunurdu, test olunurdu, ən sonunda müştəriyə təqdim olunurdu. Bu isə daha çox uzun vaxt aldığına görə həmin müddət ərzində, nümunə üçün 5-6 ay ərzində müştərinin tələbləri dəyişə bilirdi, bazar tələbləri dəyişə bilirdi və s. Ondan sonra Agile ilk dəfə yaranmağa başladı. Çevik yanaşma məhsul yaratmada tətbiq olunmağa başladı. Agile metodologiya və təlimat deyil. Agile yanaşmadır. Agile mindsetdir, düşüncə tərzidir. Biz Agile ilə məhsul yaratmada incremental, yəni hissəvi yanaşma tətbiq edirik. Requirementslər, tələblər müştəridən toplanır, həmin tələblər əsasında funksionallıq hazırlanır və müştəriyə təqdim olunur. Və feedback alındıqdan sonra növbəti sprint ərzində görəcəyimiz işlər planlaşdırılır. Biz Agile ilə müştərinin istədiyi real məhsulu yaratmış oluruq. Agile-in yaratdığı ən böyük dəyər odur ki, biz müştəri üçün real ehtiyacı olan məhsul yaratmış oluruq.